Qaraciyər xəstələnməsində ən çox hansı amillərdir? Əsas 4 amil durur ki, bunlardan birincisi deyərdim ki, xroniki hepatitlər, viruslar, məsələn bakteriyalar, infeksiyalar və həmçinin də parazitar xəstəliklər. Bunlar qaraciyərə mənfi təsir göstərən amillərdir. İkincisi deyərdim ki, medikamentoz müalicələr. Medikamentoz müalicələr ən çox dərman vasitələrindən istifadə edən, uzun müddət dərman həblərdən, tabletkalardan məcburi şəkildə istifadə edən insanlar var ki, istər kardioloji, istər hormonlar problemləri olan insanlar, böyrək xəstələri uzun müddət dərman içmək məcburiyyətindədir və bu da qaçılmazdır. Üçüncüsü deyərdim ki, ən çox kobud qida, oturaq həyat tərzi, düzgün qidalanmama, aşırı yağlı, un məhsullarına, çörəyə meyilli insanlar. Dördüncüsü isə deyərdim ki, alkollü içkilər, pis vərdişlər, narkotika aludəçilik, yersiz bu depressiya əleyhinə olan dərmanları artıq doza ilə içərlər. Bunlar da təbii ki, bu amillərdən biridir. Qaraciyərin rolu orqanizmi laborator funksiyasını icra etməkdir. Orqanizmə düşən bütün zəhərli maddələrin zərərsizləşməsində qaraciyərin birbaşa rolu var. Həmçinin də bilirik ki, bizim vitamin depomuzdur. Ona görə qaraciyər orqanizm üçün çox önəmlidir və saydığım hər bir amillər qaraciyəri yüklüyür, toksik təsir yaradır